Bugün sizlərlə bəzi su buxarı məsələlərinin həllinə baxacağıq. Ümumiyyətlə, rütubətlilik iki növə ayrılır. Nisbi və mütləq rütubətlilik. Nisbi rütubətlilik faizlə ifadədir, mütləq rütubətlilik isə qramla ifadə olunur. Müəyyən temperaturlarda da hava özündə maksimum su buxarı saxlamaq qabiliyyətinə malik olur. İndi isə baxaq, 1 kub metr havanın mənfi 20 dərəcədə maksimum özündə su buxarı saxlamaq qabiliyyəti 1 qramı təşkil edir. Mənfi 10 dərəcə Selsi temperaturda 2,5 qram, 0 dərəcə Selsi temperaturda 5 qram, müsbət 10 dərəcə Selsi temperaturda 9 qram, müsbət 20 dərəcə Selsi temperaturda 17 qram, müsbət 30 dərəcə Selsi temperaturda isə 30 qram 1 kub metr hava özündə su buxarı saxlaya bilir. Baxaq məsələlərin həllinə. Deməli, müsbət 20 dərəcə Selsi temperaturda 1 kub metr havanın tərkibində 10 qram su buxarı vardır. Nisbi rütubətliyi təyin edin. Bu zaman biz bilirik ki, müsbət 20 dərəcə Selsi temperaturda hava özündə maksimum 17 qram su buxarı saxlaya bilir. 17 qramımız 100% olacaq. 10 qram su buxarı varsa, bəs görək bu 10 qramımız neçə faizdir? Yəni, nisbi rütubətliyimiz 10 qram olduğu zaman neçə faiz təşkil edir? Buradan x-i tapırıq. X də bərabərdir. Təqribi 58% olacaq. Deməli, cavabımız C variantı. Keçirik ikinci məsələmizin həllinə. Temperaturu 20 dərəcə Selsi, nisbi rütubətliyi 75% olan hava. 30 dərəcə Selsiyə qədər qızarsa, onun nisbi rütubətliyini hesablayın. Temperatur 20 dərəcə Selsidirsə, burada maksimum 17 qram su buxarı saxlamaq qabiliyyəti var. 17 qramımız 100%dir. Bizə verib, nisbi rütubətlik 75%dir. Görək bu 75% nə qədər su buxarıdır? Yəni, neçə qram su buxarıdır? X-a da 75% yazacağıq. Buradan 12,75 qram alırıq. Deməli, 20 dərəcə Selsi temperaturda 12,75 qram su buxarı var. Hava doymuyor. Bu hava daha da genişlənir. Müsbət 30 dərəcə Selsiyə qədər qızır. Hava qızdığı zaman genişlənir. Genişləndiyi zaman da su buxarı saxlamaq qabiliyyəti artır. 30 dərəcə Selsidə də maksimum 30 qram su buxarı saxlamaq qabiliyyətinə malik olur hava. Burada bizdən 30 dərəcə Selsi temperatura qədər qızdığı zaman onun nisbi rütubətliyini soruşur. 30 qram saxladığı zaman 100%dir. 30 dərəcə Selsi temperaturda havanın rütubətliyi. Bəs 12,75 qram 30 dərəcə Selsi temperaturda neçə faizdir? X. Buradan x-i tapırıq. Cavab 42,5 eləyəcək. Üçüncü məsələmiz, temperaturu 10 dərəcə Selsi olan havanın nisbi rütubətliyi 50% olarsa, həmin havanın 1 kub metrində neçə qram su buxarı mövcud ola bilər? Əgər temperatur 10 dərəcə Selsidirsə, biz onun 1 kub metrində neçə qram su buxarının olduğunu tapmalıyıq. Bilirik ki, 10 dərəcə Selsi temperaturda hava maksimum 9 qram su buxarı saxlaya bilir. 9 qramımız 100%dir. Buradan onun sadəcə 50%-ni tapırıq. Bəs neçə qramımız 50%dir? Bu da 4,5 qram eləyir. Davam edirik. Temperaturu 30 dərəcə Selsi, nisbi rütubətliliyi 70% olan 1 kub metr havanın temperaturu 20 dərəcəyə qədər soyuyarsa, neçə qram su ayrılar? Deməli, 30 dərəcə Selsi temperaturda maksimum 30 qram su buxarı saxlayır. 30 qramımız 100%dir. Bəs görək neçə qramımız 70%dir. Hal-hazırda burada olan 70%dir nisbi rütubətlik. X də bərabər olur 21 qramı. 21 qram, həmin bu 70% olan 21 qram su buxarı 20 dərəcə Selsi temperaturda neçə qramı ayrılar? Biz bilirik ki, 20 dərəcə Selsi temperaturda hava 17 qram su buxarı saxlayır özündə. Əgər bunu bir qab olaraq təsəvvür eləsək, məsələn, 17 qramlıq bir qabdır. Bu qabın içərisinə mən bu 21 qramı gətirib əlavə eləsəm, buradan 17 qramdan artıq qalan qram ayrılacaqdır. Yəni, yerdə qalan 4 qram qabın içərisindən çölə daşacaqdır.
Həmin bu hadisə ilə yağış hadisəsidir. Yəni əgər 20 dərəcə Selsi temperaturda 1 kub metr havada 21 qram su buxarı olarsa, bu zaman onun 4 qramı yağış şəklində yer səthinə düşəcəkdir. Çünki 20 dərəcə Selsini tam dolduran, doymuş hava gətirən qram 17 qramdır. Cavab A variantı. 5-ci məsələdə qeyd olunur ki, temperaturu 20 dərəcə Selsi olan 10 kub metr havada su buxarı doyma həddinə çatmışdır. Biz 1 kub metr havadakı qramı bilirik. Deməli, 1 kub metr havada 20 dərəcə Selsi temperaturda 17 qram su buxarı olur. 10 kub metr havada olan isə olacaq 170 qram. Deməli, doyma həddinə çatmışdır demək, bunda 170 qram su buxarı var deməkdir. Həmin hava müsbət 10 dərəcə Selsiyə qədər soyuduqda ondan nə qədər su ayrılar? Yəni, həmin hava, 10 kub metr olan hava. Müsbət 10 dərəcə Selsidə 9 qram su buxarı saxlamaq qabiliyyətinə malikdir 1 kub metr hava və 10 kub metr olarsa bu, deməli 90 qram olur. 10 kub metrdə 90 qram su saxlayır. 90 qram və 170 qram. 170 qramı gətirib 90 qramlıq qabın içərisinə əlavə eləsək, bundan neçə qram su ayrılacaq? Təbii ki də 80 qram su ayrılacaqdır. Deməli, 10 dərəcə Selsiyə qədər soyuduqda bundan 80 qram su ayrılır. Digər məsələmiz, nisbi rütubətliyi 68% olan 60 kub metr havanın doyması üçün çatışmayan su buxarının 240 qrama bərabər olduğunu nəzərə alaraq, bu hava şəraitində 1 kub metr havanın su buxarı saxlama qabiliyyətini müəyyən edin deyilir. Əgər çatışmayan su buxarı 240 qrama bərabərdirsə, nisbi rütubətlilik də 68%dirsə, deməli bizim 240 qram nisbi rütubətimiz, yəni su buxarının 240 qram miqdarı 32% eləyəcəkdir. Bəs görək, bu hava özündə ümumi olaraq neçə qram su buxarı saxlayır? X-a da 100% yazaraq, buradan ümumi faizi tapırıq. X da bərabərdir 750 qrama. Tapdığımız bu 750 qram 60 kub metr havada olan su buxarının miqdarıdır. Tənasüblə 1 kub metr havada olan su buxarının miqdarını tapırıq. 60 kub metr havaya 750 qram, 1 kub metrə X. Buradan X-ımız bərabər olacaq 12,5 qrama. Yəni 1 kub metr havada 12,5 qram su buxarı var imiş. 7-ci məsələmiz, temperaturu 30 dərəcə Selsi olan havada nisbi rütubətlik 52%-dən 65%-ə qədər yüksəlmişdir. Bu zaman mütləq rütubətliyin nə qədər artdığını hesablayın. Deməli, biz burada 52%-i və 65%-i taparaq nə qədər yüksəldiyini ayrı-ayrılıqda da tapa bilərik. Amma ən yaxşısı 65%-dən 52%-i çıxaraq nə qədər yüksəlib onu tapırıq. 30 qramda 100% götürürük. Yəni 30 dərəcədə maksimum 30 qram su buxarı saxlaya bilir. Bu 100%-dir. 65-dən 52%-i çıxanda 13% eləyəcək və 13%-ə X yazaraq buradan X-ın 3,9 qram olduğunu tapırıq. Cavab B variantı. Temperaturu 30 dərəcə Selsi, nisbi rütubətliyi 80% olan 1 kub metr hava, müsbət 20 dərəcə Selsiyə qədər, temperaturu 10 dərəcə Selsi, nisbi rütubətliyi 70% olan 1 kub metr hava 0 dərəcə Selsiyə qədər soyudularsa, hər iki halda ayrılan su buxarının cəmini qramlarla hesablayın. İlk öncə məsələnin ilk hissəsindən başlayaraq hesablama aparırıq. Deməli, 30 dərəcə Selsi temperaturda 80% nisbi rütubətlik var. 30 qram 100%, X 80%. Buradan X-i tapırıq. 24 qram eləyir. Deməli, 30 dərəcə Selsi temperaturda 24 qram su buxarı var. Və 20 dərəcə Selsiyə qədər soyuyarsa, 20 dərəcə Selsidə 17 qram su buxarı saxlaya bilir özündə maksimum hava. Və buradan ayrılan su buxarı olacaq 7 qram.
Bu bizim məsələmizin birinci hissəsinin həlli. Keçirik ikinci hissəyə. Deməli 10 dərəcə Selsi nisbi rütubətliyi 70% olan 1 kub metr hava 0 dərəcə Selsiyə qədər soyudularsa, 10 dərəcə Selsidə maksimum 9 qram su buxarı saxlayır və 9 qramımız 100% götürürük. 70% varsa x-a da 70 yazaraq buradan x-i tapırıq. 6,3 qram. Deməli 70% 10 dərəcə Selsi temperaturda 6,3 qramdır və bu 0 dərəcə Selsiyə qədər soyudularsa, 0 dərəcə Selsi temperaturda hava özündə 5 qram su buxarı saxlaya bilir və 6,3 qram su buxarı varsa, deməli bunun 1,3 qramı ayrılacaqdır. Və bunların cəmini istəyir bizdən. 7 qramla 1,3 qramın cəmi isə 8,3 qram edir. Cavab Y variantı. 9-cu məsələ. Müsbət 20 dərəcə Selsi temperaturda 1 kub metr havanın nisbi rütubətliyi 30%-dir. Havanın nisbi rütubətliyi 2,5 dəfə artdıqdan sonra doyması üçün nə qədər su buxarı lazım olar? Əgər nisbi rütubətlik 30%-dirsə, bu 2,5 dəfə artırsa, deməli olacaq 75%. 20 dərəcə Selsi temperaturda da, yəni 17 qramda 100%, x-da 75%-dir. X da bərabərdir 12,75-ə. Deməli, 20 dərəcə Selsi temperaturda 12,75 qram su buxarı olur. 2,5 dəfə artdıqdan sonra. Normalda 17 qram olmalıdır və 12,75 qramı var. Deməli, çatışmayan 4,25 qram olacaqdır. Bu məsələni belə deyə bilərik. Əgər bunun deməli nisbi rütubətliyi 75%-dirsə, 75%-dirsə, deməli burada çatışmayanı 25%-dir. Biz buradan 25%-i taparaq da həll edə bilərik. Yəni 17-yə 100%, x-a 25% yazsaq, buradan alacağımız cavab 4,25 qram olacaqdır. Sonuncu məsələ 0 dərəcə Selsi temperaturda havanın nisbi rütubətliyi 40%-dir. Biz bilirik ki, 0 dərəcə Selsi temperaturda hava özündə 5 qram su buxarı saxlayır. Bu da 100% deməkdir. Burada isə 40%-dir. 40%. 10 dərəcə Selsiyə enməsi nəticəsində nisbi rütubətlik 80%-ə yüksələrsə, bu temperaturda 1 kub metr havanın saxlaya biləcəyi maksimum su buxarının neçə qram olduğunu hesablayın. Buradan x-ımızı tapırıq ki, 2 qram edir. Yəni 0 dərəcə Selsi temperaturda 2 qram su buxarı var. Mənfi 10 dərəcə Selsiyə enməsi nəticəsində nisbi rütubətlik 80%-ə yüksələrsə. Deməli, burada olan 2 qram 10 dərəcə Selsidə, yəni mənfi 10 dərəcə Selsidə 80% nisbi rütubətə bərabərdir. Bunu da necə eləyirik? Deməli, 2 qrama 80%, x-a isə deməli 100% götürəcəyik. Buradan isə 2,5 qram alacağıq. Onsuz da bilirik ki, mənfi 10 dərəcə Selsi temperaturda hava özündə 2,5 qram su buxarı saxlayır. Məsələ ilə də bunun həlli variantı ilə tapmış olduq.